Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Qəlbin halları mövzusunda növbəti söhbətimizi eləyirik və bu söhbətimizdə qəlbin halları ilə bağlı növbəti bir məsələyə işarə eləyəcəm. İnşallah bu mövzumuz da sizlər üçün faydalı olar. Qəlb haqqında danışarkən öncəki söhbətlərimizdə, çıxışlarımızda artıq bu mövzuda 6-cı söhbətimizdir. Danışarkən qəlb haqqında müəyyən məsələlərə işarə elədik. Qəlbin qatları haqqında danışdıq. Qəlb sözünün mənası haqqında danışdıq. Və bugünkü mövzumuzda qəlbin aramlıq mənbəyi haqqında danışacağıq. Dedik ki, qəlb məsələsinə Quran-ı Kərimdə Allah bir çox yerdə işarə eləyib, qəlb haqqında danışıb, qəlbin sağlam olması haqqında, qəlbin xəstə olması haqqında danışıb və demək ki, mühüm məsələdir. Bizim həqiqətimizi təşkil eləyən bizim qəlbimizdir və bütün əməllər, işlər qəlbimizdə təsir göstərir. İstər yaxşı əməllər olsun, istər yaxşı əməllər olmasın, yəni pis işlər, günahlar olsun, hər biri qəlbimizdə təsir göstərir və əməllər də belə deyil. Yəni elədin və səlam. Mütləq şəkildə təsir göstərir və hər biri insanın qəlbini bir növ qəlbə salır. Bir formaya salır, formalaşdırır qəlbin vəziyyətini, qəlbin halını, əməllər. Yaxşı əməllər insanın qəlbini səfalı eləyir, müsbətə doğru dəyişir. Günahlar insanın qəlbini mənfiyə doğru dəyişir. Qəlbdə mənfi izlər qoyur və mümkündür ki, insan yaxşı bir tövbə eləməsə, o izlər silinməz. Silinməz izlər qoya bilərik qəlbimizdə. Tövbənin əhəmiyyətini insan burada başa düşür. İnsan yaxşı bir tövbə eləyəndə qəlbdə o izlər ki var idi, günahın izləri, günahın o qara ləkələri, illərlə qəlbimizdə ləkə salmış, iz salmış, həmin o izləri, ləkələri hamısını yaxşı bir tövbə aradan qaldırır, silib aparır. Tövbə burada gəlir, insanın köməyinə çatır. Əvvəla bizə göstəriş verirlər ki, tövsiyə olunur ki, günah eləmə ki, tövbəyə də ehtiyac olmasın. Tövbəyə insan ehtiyacı var, həmişə var. Məsumlar belə tövbə eləyiblər. Məsumlar ki, günah eləməyiblər, bunlar adları üstlərindədir də. Bunlar məsumdular, amma daim tövbə halındadılar. Bilirsiniz, məsumlar nəyin tövbəsini eləyirlər? Allahın bunları olan şiddətli eşqin, məhəbbətin görürlər. Və bunlar da görürlər ki, biz bu sevgiyə, bu şiddətli məhəbbətə biz cavab verə bilmirik. Özlərin o qədər xəcalətli hiss eləyirlər. Və bu şiddətli eşqin, sevginin cavabı ancaq tövbə olur, istiğfar olur, Allahdan bağışlanmaq istəyirlər. İlahi, bizi bağışla, bizi bağışla. Biz bu rəhmətə layiq deyilik, biz bu məhəbbətə, eşqə layiq deyilik. Amma sən bizə belə məhəbbət göstərirsən, sən bizi bağışla. Bu sevginin cavabında ancaq tövbə gəlir. Allahdan bağışlanmaq diləyirlər, istiğfar eləyirlər. Və onların da əslində elə böyüklükləri bu deyə, fəzilətli insanların, Allah övliyalarının, ariflərin elə böyüklükləri budur ki, günah etməsələr belə daim tövbə halındadılar. Daim Allahın nemətlərini, rəhmətini görürlər, müşahidə eləyirlər və ona cavab verə bilmirlər deyə yeganə silahları budur ki, istiğfar eləsinlər, bağışlanmaq diləsinlər Allahdan. Və bundan ləzzət alırlar, ləzzət aparırlar bundan.
Və bizim kimi insanlara tövsiyə olunur ki, əvvəla yaxşıdır biz günah eləməyək ki, Allahın o şiddətli məhəbbətini, eşqin biz də hiss eləyək ki, doğrudan da Allah bizi sevir. Nə qədər bunu dildə deyəcəyik, bunu bir canımızla hiss eləyək, qəlbimizlə, ruhumuzla hiss eləyək ki, Allah bizi sevir, bizə məhəbbəti var. Bizi öz məhəbbəti ilə yoğurub yaradıb. Bunu başa düşək, hiss eləyək, qəlbimizlə hiss eləyək və ondan sonra günahdan da uzaqlaşaq. Bundan sonra bilirsiniz, qoşulaq o fəzilətli insanlara, övliyalara xəcalət tövbəsi eləyək. Xəcalət hissindən bizdə tövbə halı yaransın. Xəcalət çəkək Allahın o eşqinin müqabilində. Yağış kimi ki, Allahın eşqi yağır bizim üzərimizə, məhəbbəti, rəhməti yağır. Bunun müqabilində o övliyalar kimi xəcalətli olaq və istiğfar eləyək və bunun ləzzətini yaşayaq. Ona görə ariflər barəsində deyirlər ki, onlar daim ləzzət halındadılar, ləzzət halında yaşayırlar. İbadətləri onlar üçün ləzzət, həyatları, yaşayışları ləzzət. İstirahət eləmələri onlar üçün ləzzət, yemək yemələri onlar üçün ləzzət, su içməkləri onlar üçün ləzzət. Hamısında çünki Allahın gözəlliyini görürlər, Allahın mehribanlığını müşahidə eləyirlər. Allahın Allahlığından ləzzət alırlar onlar. İnsan günahdan uzaqlaşanda bu yerə çatır və daim bu diqqətin əhatəsində özlərini görürlər deyə daim tövbə halındadılar. İlahi bağışla, qüsurlarımızdan keç, özlərin qüsurlu bilirlər, nöqsanlı bilirlər və bunun qorxusunu yaşayırlar ki, birdən Allah bu diqqətin, o nəzərin üzərimdən çəkər. Bu eşq, bu məhəbbət azalar, mənə qarşı azalar. Bunun qorxusunda yaşayırlar. Ona görə də gözlərin dikiblər daim o məhəbbətə, o rəhmətə və tövbə halındadılar. Günah etməsələr belə tövbə halındadılar ki, ilahi diqqəti, nəzəri üzərimdən çəkmə. Və bu birbaşa qəlblə bağlı bir haldır, qəlblə bağlı bir işdir. Belə insanların qəlbləri daim səfa və səmimiyyətdə olur, gözəl halda olur. Bax, mövzumuz ki, qəlbin hallarıdır, bu haqda danışırıq. Qəlbin halının ən gözəli belə insanlarda olur. Qəlblər daim gözəl halda olur və daim Allahı zikr eləyirlər, zikr halında olurlar bunlar. Qısa olaraq zikr haqqında danışaq. Qəlbin qidası zikirdir. Ona görə Qurani-Kərim zikirdən bu qədər danışır. Bizə xəbər verir ki, daim zikr eləyin. Bizə tövsiyə olunur, daim zikr eləyin. Qəlbin qidası zikirdir, qəlbin aramlığı zikirdədir. Bu qəlb bir cihazdırsa əgər, onun işləməsi, onu hərəkətə gətirən qüvvə, onun qidası zikirdir, zikir. Qəlb zikirlə həyatdadır. Zikir varsa qəlb diridir. Fiziki dirilikdən söhbət getmir, bioloji dirilikdən söhbət getmir, həqiqi dirilikdən, həqiqi, mənəvi ruhun diriliyindən söhbət gedir. فَلَنُحْيَنَّهُ حَيَاتًا طَيِّبَةً Biz onu pak həyatla dirildərik ki, Quran buyurur. Həmin o dirilikdən, həqiqi dirilikdən söhbət gedir. Qəlbin həqiqi diri olması üçün zikrə ehtiyacı var. Həqiqi dirilik bundadır. Və zikrin də müxtəlif dərəcələri var, mərhələləri var. Bir var lisani zikir, yəni dilin zikri, dil zikri. İnsan dildə daim dili zikir halındadır. Məsələn, Allahı zikr edirsən, Allahu Ekber deyirsən, Subhanallah deyirsən, La ilahe illallah deyirsən, Əstəğfirullah deyirsən. Daim zikir halındadır
Və bu yaxşıdır. Yaxşıdır ki, insanın dili daim zikir halında olsun və bizə tövsiyə olunub ki, cəmiyyət arasında olanda da əgər istəyirsən ki, dilin zikir halında olsun, La ilahə illallah zikrini denən. Çünki La ilahə illallah zikrini deyəndə insanın dodaqlarında, üzündə hərəkət hiss olunmur. Məsələn, cəmiyyət arasındasan, insanlar arasındasan, zikr eləmək istəyirsən, amma istəmirsən ki, səndə bir hərəkət görsünlər, səs eşitsinlər və s. La ilahə illallah zikrini deyəndə insanın dodaqlarında, dilində o hərəkət müşahidə olunmur, o qədər də hiss olunmur. Ona görə də, məsələn, cəmiyyət arasında da La ilahə illallah zikri ilə biz zikr eləyə bilərik Allahı. Dilimiz daim zikir halında olsun və dilimiz, danışığımız yavaş-yavaş islah olur, paçlanır və bu da bizim elə qəlbimizdə təsir göstərir. İkinci mərhələ qəlbi zikirdir. Qəlb zikir halında olsun. Mümkündür ki, dil sussun, dil zikir eləməsin, amma qəlb zikir halındadır. Qəlb daim o həqiqətinə bağlıdır, mənşəyinə bağlıdır. Ali həqiqətləri düşünür daim. Daxili hüzur deyərlər buna. Daxilən qəlb hüzurdadır, zikr halındadır, Allahı yad eləyir, Allahı xatırlayır, diqqəti oradadır. Və bu hal gəlir insanın əməllərində də özünü göstərir. Əməli zikir deyərlər buna. İnsanın atdığı hər bir addımı, etdiyi hər bir işi mənəvi dəyərlərə bağlıdır. Ona uyğun qurur işlərini. İşləri həmişə düzgündür. Düzgün işlər üzərindədir bunun əməlləri. Baxın, Qurani-Kərimdə Allah buyurur, bu ayə haqqında danışaq. Allah buyurur, Fəzkuruni əzkurkum. Məni yad eləyin, məni zikr eləyin ki, mən də sizi yad eləyim. Allah buyurur, məni zikr elə. Və bu qarşılıqlıdır. Sən Allahı zikr eləyəcəksən, Allah da səni yad eləyəcək, səni zikr eləyəcək. Diqqəti, o diqqət haqqında danışmışıq, nəzər. Allahın nəzəri, xüsusi nəzəri daim sənin halında olacaq. Sən Allahla məşğulsan, Allahı zikr eləyirsən, Allah da səninlə məşğuldur, səni zikr eləyir. Sənin haqqında diqqəti səndədir. Baxın, nə gözəldir. Zikir odur ki, məsələn, insan otursun, düşünsün. Bir var Allahı zikr eləyəsən, müəyyən zikirlərlə qeyd elədik. Allahın işləri barəsində düşünmək, təfəkkür eləmək də zikirdir. Ona görə hədislərdə gəlib, bir saat təfəkkür eləmək, məsələn, 60 ilin, 70 ilin ibadətindən üstündür. Hədislərdə, bu məzmunda hədislər var. Nə haqqında düşünürsən? Allahın işləri haqqında düşünürsən. Allahın işləri barəsində düşünürsən. Bəzi arif insanlar olub ki, onların həyatı, yaşayışı, xəlvəti insanlara maraqlı olub. Olub bir neçə, məsələn, barmaq sayında arifə belə müşahidə eləyiblər ki, bunların xüsusi əməlləri nədən ibarətdir? Bu evdən hansı ibadətlərdən məşğul olur? Gəliblər bir bəhanə ilə, məsələn də onun evində qalıblar bir neçə gün. Görüblər ki, xüsusi heç bir əməl də yoxdur. Vacib namazlarını qılır, və bir neçə əməllərini eləyir və salam. Deyir, axı, bunda nə var axı? Bu nə iş görür axı? Bu mənəvi məqama çatıb. Soruşurlar, deyib heç nə. Görürlər ki, namaz qılır, sonra məsələn oturur, fikrə gedir, oturur, nəsə düşünür, təfəkkür eləyir. Özlərindən də soruşanda deyir ki, bizim əməlimiz elə təfəkkür eləməkdir. Allahın işləri haqqında düşünməkdir.
Allah haqqında, onun işləri haqqında, feilləri haqqında düşünür, həqiqətlər haqqında düşünür və bu düşünməyin, təfəkkürün özü zikirdir, Allahı yad eləməkdir. Düşünür və bir həqiqətə çatır, bir yəqinə çatır bir iş barəsində. Və ibadət kimi insanın ruhunda təsiri var bunun. Fəzkuruni, Allah buyurur, məni yad eləyin. Əzkurkum, mən də sizi yad eləyim. Sən Allah haqqında düşünəndə birbaşa olaraq Allahdan artıq xeyir götürürsən, fayda götürürsən. Baxın, bunun mənası budur. Allah da səni yad eləyir, sənə fayda verir. Sənin qəlbin dirilir. Sən savab götürürsən, xeyir götürürsən. Allahı yad eləyirsən, zikr eləyirsən və bu birbaşa olaraq sənə fayda verir. Bu zikr eləmək, bu düşünmək, yad eləmək sənə fayda verir, sənə xeyir verir. Dünya və axirət faydası gəlir sənə. Sən biraz da inkişaf eləyirsən, sən biraz da Allaha yaxınlaşırsan və bunun da özü elə Allahın səni yad etməsidir, səni zikr etməsidir. Nə gözəldir. Allah nə gözəl bir qaydalar qoyub bu aləmdə. Sən bir əməl eləyirsən, o əməli etməyin artıq sənə bir faydadır. Allahın səni yad eləməsidir. Allah ki, sənə qismət eləyib, nəsib eləyib, sən onu yad eləyirsən, bunun özü artıq sənin üçün faydadır. Və sən artıq Allahdan faydalanırsan, qəlbin qidalanır Allahdan. Və Allah da sanki səni zikr eləyir. Bax, belədir. Fəzkuruni əzkurkum, məni yad eləyin, mən də sizi yad eləyim. Bu qarşılıqlıdır. Və burada məsafə, fasilə yoxdur. Mən Allahı yad eləyirəm, Allah da məni yad eləyir, zikr eləyir, yox. Fasilə yoxdur ortada. Mənim Allahı zikr etməyimlə artıq Allah da məni zikr eləyir. Yəni, mənə artıq faydalar gəlir, mənə xeyirlər gəlir. Mən artıq o feyz yağışının altındayam. Feyz yağışı yağır üzərimə Allahdan. Əşkuroli və la təkfurun. Mənə şükr edin və nankorluq etməyin. Rəd surəsinin 28-ci ayəsidir o məşhur ayə ki, Allah buyurur, Əl-ləzinə əmənu, o kəslər ki, iman gətirdilər və tətməinnu qulubuhum bi zikrillah və onların qəlbləri Allahın zikri ilə aramlıq tapdı. Əla bi zikrillah tətməinnul qulub. Agah olun ki, qəlblər Allahın zikri ilə, Allahı yad eləməklə, xatırlamaqla aramlıq tapır. Qəlblər Allahı yad etməklə aramlıq tapır. Qəlbin qidası aramlığı ki, hər birimizin qəlb aramlığına ehtiyacımız var. Qəlb Allahı yad eləməklə aramlıq tapır. Ki, bu ayə haqqında da inşallah növbəti söhbətlərimizdə qismət olsa daha geniş danışarıq. Amma qısa olaraq bunu deyək ki, qəlbin diri qalması üçün Quran-ı Kərimin təqdim etdiyi metod zikirdir, Allahı yad eləməkdir, daim Allahı xatırlamaqdır və bu yolla insanın qəlbi aram olur, aramlıq tapır, rahat olur. Zikir mövzusunu inşallah növbəti söhbətlərimizdə də davam etdirəcəyik. Bugünkü söhbətimizdə hələlik bu qədər. İnşallah növbəti söhbətlərimizdə görüşmək ümidi ilə Allah bu söhbətləri hər birimizin qəlbində təsirli eləsin, hər birimiz üçün faydalı eləsin və bu söhbətlər vasitəsilə qəlbimizin halı daim müsbətə doğru dəyişsin. Allah bu işdə hər birimizə kömək eləsin inşallah. Növbəti çıxışlarımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın.